Bugün dünyanın təhsil alanların sayı, təhsil almayanların sayından çoxdur. Düzdür? Bəs onda niyə təhsil almış bir insan Allaha inanır? Əslində baxanda orta əsrlərə qədər bütün alimlər hamısı dindar olublar. Newtonun özü belə dindar alim olub, rahib olub. Dinlər bir zərurətdən cəmiyyətin idarə olunmasında çox önəmli bir faktordur. Əslində din və elm bir-birinə oponentlik edir. Baxın, biz 21-ci əsrdə yaşayırıq. Düzdür, insan yenə də Allaha inanır. Bizim də məşhur bir alimimiz Rafiq Əliyevdə belə bir fikri var. Mən Allahsız alim tanımıram. Bəziləri dinlə elmi qarşı-qarşıya qoymaq istəyirlər. Əslində bu belə deyil. Din və elm bəşəriyyətin, cəmiyyətin inkişafını təmin edən iki böyük faktordur. Baxın, biz dinlər tarixinə baxsaq, görərik ki, din tarixi, yəni tək Allahlılıq, belə deyək, tarixi 5000 ilə gedib çıxır. İnsan yaranandan insanlıq yaranır. İndi bugün insan cəmiyyətlərinin formalaşması, insanlığın mədəniyyət tarixi təxminən 12-15 min il hesablanır. Belə baxanda ilk ibtidai dini fikirlər olub, bir də ibtidai elmi fikirlər olub. Bunlar inkişaf ediblər, günümüzə gəlib çıxıblar. Mən səmavi dinləri götürsəm, bugün bütün səmavi dinlər elmə o qədər böyük qatqılar veriblər ki, o qədər böyük imkanlar yaradıblar ki. Əslində baxanda orta əsrlərə qədər bütün alimlər hamısı dindar olublar. Newtonun özü belə dindar alim olub, rahib olub. O vaxt dini təhsil alan insanlar bütün elmləri bir yerdə də alırdılar. Tarixi, incəsənəti, təbabəti, fizikanı, riyaziyyatı bir vahid şəkildə, elm şəklində öyrənirdilər. Dinlər bir zərurətdən cəmiyyətin idarə olunmasında çox önəmli bir faktordur. Dini bugün insan cəmiyyətinin inkişafında onun rolunu inkar etmək doğru deyil. Baxın, elm inkişaf edir, eyni zamanda dünyaya nəzər salırsan, görürsən ki, paralel olaraq din də inkişaf edir. Əslində din və elm bir-birinə oponentlik edir. Bir-birinə qarşı elə suallar qoyur ki, onların inkişafına təkan verir. Baxın, biz 21-ci əsrdə yaşayırıq. Düzdür, insan yenə də Allaha inanır. Və dünyanın bu günləri 9 milyarda yaxın əhalisi var və inanclı insanların sayı inanmayanlardan çoxdur. Bugün dünyanın təhsil alanların sayı təhsil almayanların sayından çoxdur. Düzdür? Bəs onda niyə təhsil almış bir insan Allaha inanır? Əgər elm dini inkar etsəydi, onda gerək dinlər yox olub gedəydilər. Bu günləri dünyada kilsələrin sayı da artır, məscidlərin sayı da artır, sinagogların sayı da artır. Nədən? Nədən bugünkü insan yenə də Allaha üz tutmağa məcburdur? Əslində, elm inkişaf elədikcə dini fikirləri təsdiqləyir. Din də elmin əldə etdiyi nailiyyətlərə görə əlbəttə ki, inkişafını formalaşdırır. İslam dinin bir çiçəklənmə dövrü olur. Baxın, ilk universitetlər müsəlmanlar tərəfindən, ilk universitet müsəlmanlar tərəfindən, müsəlman bir qadın tərəfindən açılmışdır. İslam dini təşəkkül tapandan sonra görün elmə nə qədər böyük töhfə verib. Orta əsrlərə qədər, baxın, dünyanın ən böyük alimləri müsəlman alimləri olub. Götürün Fərabini, götürün İbn Sinanı, götürün İbn Haldunu, Xarəzmini götürün. Bugünkü kibernetikanı götürün. Bugünkü elmin inkişafı, bəli, bu həmin dövrdə qoyulur. Baxın, onların əsası astronomiyanın, fəlsəfənin, riyaziyyatın, tibbin inkişafının inkişaf elədiyi dövrlər həmin o İslamiyyətin, İslam dininin təşəkkül tapdığı dövrlərə təsadüf edir. Baxın, bizim Azərbaycan tarixində də bizim ən böyük mütəfəkkirlərimiz, yazarlarımız, alimlərimiz də elə həmin dövrlər, götürün, Füzulini götürün, Nizamini götürün, Seyyid Əzimi götürün, düzdürmü? Nəsrəddin Tusini götürün. Həmin dövrün orada yaşamış insanların içərisindən belə çıxmış mütəfəkkirlərdilər, düzdürmü? Bəs bu elmi, biliyi, dərrakəni onlar harada öyrənmişdilər, hansı universitetləri qutarmışdılar, dini təhsil almışdılar, mədrəsələrdə oxumuşdular, düzdürmü? Bax, ona görə də fikirləşirəm ki, bugün dini elmlə qarşı-qarşıya qoymaq doğru deyil və bu günləri dünya alimlərinin,
Bax, bugünkü dövrdə də dünya alimlərinin çoxu da Allaha inanır. Bizim də məşhur bir alimimiz Rafiq Əliyevin də belə bir fikri var. Mən Allahsız alim tanımıram. Bax, ona görə də fikirləşirəm ki, elm dinə, din də elmə oponentlik etməklə bəşəriyyətin inkişafına xidmət edən iki əsas faktordur. Ancaq söhbət əsl dindən gedir, fanatik dindən deyil, xurafatdan deyil. Dinlə, əsl din fəlsəfəsi ilə xurafatı ayırmaq çox önəmlidir. Xurafat əlbəttə ki, cahillikdir. Elm də, dində həqiqətlə xurafatı ayırmağa imkan verən yeganə vasitədir. Əslində götürəndə din və elm vahid bir şeydir. Sadəcə o vaxtları alimlər həm dindar idilər, dini də öyrənirdilər, digər elmləri də öyrənirdilər. Sonra diferensiyasiya getdi, dindarlar bir tərəfdə qaldı, elmlə məşğul olanlar bir tərəfdə qaldılar və bir-birlərini mübahisə etdilər. Əslində bunun özü də inkişafa səbəb oldu. Və fikirləşirəm ki, 100 illiklər keçəcək, din, elm məsələləri yenə də mübahisə etsə də, yenə də tarazlığı qoruyacaqlar və əlbəttə ki, cəmiyyətin, insanlığın, bəşəriyyətin inkişafını təkan verəcəklər.